Bu yaxınlarda Amerikalı zabit deməli danışır. Deyir ki, biz İranla qurtarıb Türkiyə məsələsini, Türkiyəni həll eləyəcəyik. Yəni hələ İranla heç nə eləməyiblər ha. Bu bir. İkincisi, bunların gecə-gündüz o deyil, yatmırlar. Türkiyəni məhv eləməkdir. Yəni bax bu bütün Qafqazda o xalqları ki oyadırlar, nağıllar yazırlar Qafqaz xalqlarına. Sonra Azərbaycandakı bizim qardaş xalqlara nağıllar yazırlar. Bütün nədir bunun məqsəd? Yəni türkü məhv eləmək ha. Bilirsiniz? O İrandır, Farsdır. Bu İran bilirlər ki, Türk torpağıdır. Amerika yaxşı bilir. Ha, bu Vensdir, bu uşaqla bağlı indi danışacağım, bu balaca qızı ilə. Deməli, bunların məqsədi Türk məhv eləmək. İran yalandır. Yəni İran özlərinin qurma bir xalq, o qaraşı da demək günahdır. İblis xalqdır da, tapıb gətirdilər, qoydular İran hakimiyyətində. Bax bu alçağı bilirsiniz 1925-də Şah Pehlevi özünə ad qoyub, əskər də adıca, hə. Bunları hamısı da, bunları bu Amerika, Avropa bunlar hazırlayıb gətirib ha, bu iblisləri. Hansı ki Türkləri peçə atırlar, yandırırlar. Bizimkilər deyir ki, bizə çörək verirdilər. Erməniyə silah verir, bizə deyir çörək verir. Ay bədbəxt insan. Bizə kömək eləyir, ancaq çörək verirdi. Bizim bir neçə 100 mini deyək ki, kömək eləyibsə, orada 45 milyon var. Onu məhv eləməkdən ötəri edilmişlər. Nəysə, bax bu Amerikalı zabitin deməyi elə belə deyil. Yəni, İrana əgər onlar istəsəydilər, çoxdan məhv eləmişdilər. Çoxdan. Yəni, öz adamlarıdır, niyə eləsinlər? Orada 45 milyon Türk var, onu məhv eləsə Azərbaycan axı məhv eləyənməz. Ona görə də onu saxlayacaqlar və məqsəd türkü məhv eləməkdir. Yəni, bütün hamının məqsədi türkü, Qafqazdan, Türkiyənin özündən Turanı məhv eləməkdir. Neçə yüz illərdir bunun üstündə işləyirlər. Mən də ümumiyyətlə türklərin yerinə olsaydım, o Ayasofya var ki, dəva eləyirlər onun üstündə. Namazı ged öz evində namazı qıl. Nə mənası var? Bax, bunun qıcıq yaratdım, yəni Ayasofyanı, onların xristianı, o muzey kimi gözəl qalaydı. Mən ümumiyyətlə ağılları olsaydı götürüb atardılar Yunanların da. Gəlin, gedin tualetə, ayaqqabı ilə də tualetə girib gəlin, girin məscidlərinizə, kilsələrinizə, axır onlar ayaqqabıyla girirlər. Amma biz necə o qulluq edirik? Kilsədə də təmizliyə baxırıq, məsciddə də. Amma onlar ona görə, yəni heç bilmirəm, əgər mənlik varsa Türkdə, orada gedib namaz qılmalıdırlar. Elə deyərlər, xristiana, bax, bu sizə verdik. Gəlsinlər, muzey kimi görsünlər, deyilsin, gəlsinlər. Türk ağlayır, başı ayıbdır, ki, burada namaz qılsın. Nə demək? Yəni, nə ağlın artdı? Əgər ağlın artırsa, o mənim sözüm yoxdur. Ona görə o zabit ki, deyir, elə belə demir. Ancaq məqsəd Turanı dağıtmaq. İrana silah, nüvə silahı da düzəldəcəklər. Necə Şimali Koreyada. O da olacaq. İndi bu alçaq, bu erməni nə deyir? Bax, bu alçaq nə deyir? Deyir, nə yaxşı deyir, 90-cı illərdə biz onları təmizlədik. Adı nədir? Samvel Bektaşyan, Armeniya. Мы азербайджанцев изгнали из наших земель. Из наших земель? Каких земель? Из Азербайджана выдворились. Тем более, что не вы, а русские. Русские вместе с вами. Вот этот Kakut Kaklan, ara Erivan ses darse. Ay Bangladeşi. Zanut. Ha? Карабагы эшер. Они забыли, их Карабах своими ишаками назвали.
Bunlara bax, Qarabağ eşeği deyəndə hələ biz də Azərbaycanlılar deyirdik ayıbdır. Bunlara niyə deyirsiniz Qarabağ eşeği? Öz erməniləri deyirdi. Bu gedib tualetdə rəssamlıq eləyir. Tualetdə çirki ilə adını yazır, gəlib bizə lağ eləyirlər, bizə gülürlər. Ay kişi. O deyir çirkin içində illərlə yaşayırdılar. İrəvan şəhərində il götürürdü, bizim nənələrimiz danışır, nənə babalar danışır. Deyirlər ki, o nə insanlardır, deməli, 20-ci illərdə də. Onlar hardan gəlib, nə kimlərdir? Bizim türklər onlara hamama göndərdi. Bu alçaqları, bu yetimçələri, bu Bangladeş yetimçələri, tulaları, hansı ki, mən də bağışla, arxasını yumyan, üzünü yumyan gəlib bizi, bizlə əlləşirlər, bax, buna bax, bu alçağa bax, bu yazıçıdır, bu, ay kaklan, ay kakur, elevansiz darça, ay himar, hanı, aşağıda, hako, vardı, urek, urek, bir nesli arkanjele olurum yediler. Bunlar yetimçələr utanırdılar İrəvan şəhərində gəzməyə. Türklər indi bizə o 70-ci illəri yadınıza salın. Biz kim idik, siz kim idiniz? Ay alçaqlar. Rusun arxasında gizlənə gəldilər, torpaq sahibi oldular. Alçaq rusların. Bu nədirsə, bu alçaq, bu Zatulin, bu satqın, heyvan adicə. Bunlar heyvanlardır da. Bu Pyotr birinci bunlara niyə heyvan adı veribdir? Bax, buna görə verib də. Durub nədən danışır? Deyir, Arsaqda, nə bilim, xalqına qarşı terror, nə bilim, kilisəyə qarşı terror. Bizə deyir, Arsaqın nəyi var orada? Ərsaq Türk xalqıdır, birinci. Orada erməni xalqı qanunsuz gəlib orada tikir, yaşayır. Qanunsuz. Bunları, qardaş, bu necə ola bilər? Bunlara hələ deməli deyir ki, bunlarındır, bunlara aid olandır. Vallahi adam bilmir də, özü də. Ramil Səfərovun haqqında danışır bu alçaq. Bu alçaq deyir ki, Ramil Səfərovu qəhrəman elədi, Azərbaycan xalqı belə hərəkət edib, onu erməni yatdığı yerdə öldürüb. Ramil Səfərov bu alçaq, bu bilmir ki, Ramil Səfərovu niyə onu öldürdü?